Kulyonkaları bu üsulla birləşdirdim. Həyətdə kiçik parnik hazırlayıb pomidor xiyar əkdim. Kənddə havaların isinməsiyle torpaq canlanır, işlər çoxalır. Kəndçinin işinin çox olması bir yandan, əkin işlərinin başlaması da digər yandan. Əvvəlcə balaca formada olan kulyonkaları götürüb birini digərinin üstünə qoyuruq. Davamında kağız götürüb iki tərəfində yağlayırıq ki, ütüləyəndə əriməsin, düzgün formada yapışsın. Ütülədikdən sonra isə parnikin üstünü örtürük. Belə parniklər əsasən Şəmkirdə geniş yayılıb. Fermerlər pomidor əkir və satışını edirlər. Kənddə yaşayırsansa, təkcə pomidor yox, bir çox məhsul əkib becərirsən. Sizə maraqlı bir şey də demək istəyirəm ki, torpağınız varsa və nəsə əkməklə, təsərrüfat qurmaqla bağlı düşünürsünüzsə, Yonca Mobile tətbiqini yükləyərək proqrama daxil olub ərazinin koordinatlarını qeyd edirsiniz və tətbiq özü sizə burada hansı məhsulu yetişdirmək olar onu göstərir. Həm də gördüyünüz işə görə də subsidiya alırsınız. Keçən Kartof vloqunda subsidiyanın dövlət tərəfindən kəndçiyə, fermerə göstərdiyi dəstək olduğunu və bunu Yonca tətbiqini yükləyərək sənədləşdirə biləcəyimizi demişdim. Parniki də hazırlayarkən kənarlarını yumrulayıb skoçduyuruq ki, kip qalsın və küləkli havada çox da təzyiq olmaz. Sonda kənarlarını torpaqlayıb içərisinə hazır pomidor və xiyar ştillərini bastırıb işimi yekunlaşdırdım. Odur ki, mənə takib edərək videolarımı bəyənib paylaşmaq sizdən, çoxlu və maraqlı kənd videoları çəkmək məndən. Növbəti vloqlarda görüşənədək.